Abşeron rayonu Xırdalan şəhərində faciəvi şəkildə həyatını itirən 19 yaşlı Esmira İsayeva tələbə imiş. Doğru xəbər Azərbaycan bildirir ki, dünən səhər yaşadığı Af Park yaşayış sahəsindəki 12 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılaraq ölən qız Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsində təhsil alırmış. O, fizika müəllimliyi ixtisasının 1-ci kurs tələbəsi olub. Baş vermiş ölüm faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır. Aprelin 3-də Tovuz rayon polis şöbəsinə 19 yaşlı qızın evlənmək məqsədi ilə zorla qaçırılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis tərəfindən keçirilən tədbirlərlə xanımın yeri müəyyən edilərək ailəsinə təhvil verilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri 32 yaşlı Nemət Məmmədov onun qardaşı, 34 yaşlı İsmət Məmmədov həmkəndliləri, 38 yaşlı Elmar Abdiyev və 42 yaşlı Tağıyeva saxlanılaraq istintaqa cəlb olunublar. Faktla bağlı cinayət məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi başlanılıb, onlar cinayət məsuliyyətinə cəlb olunublar. Hazırda istintaq araşdırmaları davam etdirilir. İmperator ləqəbli müğənni İbrahim Tatlısəs xəstəxanaya yerləşdirilib. Doğru xəbər Azərbaycan 2 sayfa official istinadən xəbər verir ki, xaricdəki konsertlərdən sonra İbrahim Tatlısəsin vəziyyəti evində qəfil pisləşib. Təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan Tatlısəsin ağır virusa yoluxduğu məlum olub.